Salam əzizləyicilərimiz, xoş gördük bizlər, vaxtınız xeyir olsun. Əzizləyicilər, Zabratın gözəl yerində. Baxın, belə şəxsi tikili həyət evimiz satışa çıxarıldı ki, evimiz ümumən 400 yaxın torpaq sahəsində inşa olunub. Şəxsi tikilidir, həyətdə olaraq manqalnisi, belə bir pisetkası. Yəni, maşallah olsun, həqiqətən çox gözəl və dolu evdir. İndi Allahın izni ilə az sonra deyəcəyim qiymətdə evin əşyalarında görəcəksiniz ki, tam əşyalı satılır. Bu bizim həyətyanı sahəmiz. Həqiqətən çox gözəl, sağı solu yaşayışlı evlərdir. Görürsünüz, belə bir qapısı da var ki, düzdür, jalüz deyil, amma rahatdır, yaxşı qapıdır. Baxın, əziz dostlar, belə bir həyətdə həm yay mətbəxi kimi və yaxud da ki, parnoyuna qədər, yəni hər şey quraşdırılıb. Allahın izni ilə görəcəksiniz evi, indi bir ətraflı şəkildə göstərəcəm. Evdə də istifadə olunan heç bir avadanlıq zəif materiallardan hazırlanmayıb. Baxın, bu bizim həyətdə olan yay mətbəximiz. Burada parnoyumuza qədər hər biri var. Görürsünüz, işığı yandıra bilmədik. Bilməm, alçıqalığında problem yoxsa necə? Maşallah olsun, ev o qədər auralı, o qədər gözəldir. Yəni, düşünün ki, dostlar, bax, hal-hazırda göstərəcəyim evin qiyməti 350.000 manatla satışa çıxarıldı. Təbii ki, real alıcıya da ev sahibi tərəfindən real qiymət endirimi də olunacaq. Baxmayaraq ki, düşünülən qiymətdən 70-80.000 aşağısına paylaşılır. Evin hər iki tərəfdən yan hissəsinə keçid var və çox da videonu uzatmaq istəmirəm. Həyətdə də ayaq yolusu var və yay mətbəxində də gördünüz onsuz. İndi, əziz dostlar, daxil olaraq evin içərisində göstərim sizlərə. Evin bəzi yerləri var ki, istipoldan ibarətdir. Daxil olarkən solda belə bir ayaqqabı qaldırofu. Zalı görürsünüz, həqiqətən çox geniş və bir daha təkrar edirəm ki, keyfiyyətlə tikili bir evdir. Evin istiliyi onsuz da kombidir. Yəni, bu qədər iş görüb kombin quraşdırmamaq olmaz. Və buradakı nə əşya görürsünüzsə, hər biri bu qiymətin daxilindədir. Yəni, gəz-gəz qutara bilməyəcəyiniz evdir. Belə bir görürsünüz, mətbəxi də var ki, barına qədər hər biri təchiz olunub. Qazı suyu işığı təbii ki, daimidir və fasiləsizdir. Kameraların hər biri qaydasındadır. Sənəd problemi yoxdur. Baxın. İndi sol tərəfdə hal-hazırda çamaşırxanadır və biraz dağınıqdır deyənə görsətmirəm. Bu isə aşağıda yerləşən bir yataq otağı. İndi əziz dostlar, qalxıq yuxarını sizlərə göstərəm. Bir daha təkrar evimiz yerləşir Zabratda. 400 yaxın torpaq sahəsi. Basenisini gördünüz. Həyətdə olan yay mətbəxini gördünüz. Parnoyuna qədər hər biri mövcuddur və bu qədər deyirlər, dəm dəstgahlı olan bir evin qiyməti 350.000 manatla satışa çıxarıldı. Bu isə əlavə olaraq bir qardırop otağımız. İndi ən gözəl və həqiqətən bəyəndiyim otaq. Yuxarıda yataq otağıdır ki, rahat şəkildə istirahət edə biləcəyiniz bir evdir. Baxın, əziz dostlar. Görürsünüz. Rahat burada istirahət edə bilərsən. Təbii ki, dostlar, bunu da unutdum. Vurğuluyum. Evin 1 ilə 2'nin arası monolit betondur. Yəni, vurğulamamaq olmaz onda. Betonundan tutmuş kəmərinə qədər hər biri olunubdur. Həqiqətən bu otaq çox işıqlı və gözəldir. Yəni, belə başqa cür çıxmasın. Az qalır ki, bir ev boyda ola da bu otaq. Əziz dostlar, bir daha təkrar eləyək. Evimiz yerləşir Zabratda. 400 yaxın super təmirli və bütün əşyalar daxil 350.000 manata üzr istəyirəm satışa çıxarıldı. Təbii ki, real alıcıya da ev sahibi tərəfindən real qiymət endirmə olunacaq. Bu isə yuxarıda yerləşən sanuzel otağı. Buralar istipoldur. Caqquziyə qədər görürsünüz ki, hər biri quraşdırılıb və hazır start vəziyyətdədir.
Allah alana da satan da hər halda xeyirlisini etsin inşallah. Kimlə niyyətdən alıb, kimlə niyyətdən satırsa. Siz də əziz dostlar, evinizi satmaq istəyirsinizsə, səhifədə qeyd olunan hər üç nömrənin biri ilə əlaqə saxlaya bilərsiniz ki, gəlib sizin evinizdə çəkib satışda köməklik göstərə bilərik. Sağ olun, sağlıqla qalın, növbəti evdə görüşənə qədər.